Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ağstafada 3 az yaşlı övladını döyən və işgəncə verən ata saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gənclər Qanun qrupundan bildirilib. Qurumdan qeyd edilib ki, övladlarını döyən və işgəncələr verən ata Yavər Əliyev qeyd edək şərtidir, polis əməkdaşları tərəfindən tutulub. Məsələ ilə Ağstafa rayon polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsi uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək, əlavə məlumat veriləcək. Salyanda baş verən yol qəzasında bir nəfər ölüb. Xəbər verilir ki, hadisə səhər saatlarında Köhnə Ələt-Astara magistral yolunun rayonun aşağı Kürkəndi kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə 2 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.